Bakının Yasamal rayonu ərazisində 20 yanvar dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vasitələrinin altına atıb. Bu barədə Qafqazinfoya görüntüləri həmin hadisə haqqında məlumat verən vətəndaş təqdim edib. Bildirib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyətə səbəb olur və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni həll etdiyi qeyd edilir. Aprelin 27-sində qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığa təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir. Həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilib. Sürücülərə tövsiyə edirik ki, belə hallar rastlaşdıqda dərhal polisə məlumat versin, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşmayır. Bir hadisənin gizlədilməsi yaxud hansısa danışığa gedilməsi başqalarının da eyni hədiyyə məruz qoya bilər. İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır.